Salam uşaqlar. Biz bugün yenə davam edirik səhifə Riyaziyyat 5-ci sinif 1-ci hissədən. Hələ ki 1-ci hissədəyik. Allah qoysa tətildən sonra 2-ci hissəyə başlayarıq. Səhifə 127-də olan 5 məsələdən. Görək neçədir bura? Bəli. Bir dəqiq açaq 127-ni. Yəni 127-də olan 5 məsələdən davam edəcəyəm sizinlə. Dəftərdə yazmışam, kitabdan ayrılaq. Deməli, burada nə deyilir? 127-də 6-cı məsələ ilə başlayırıq. 240 qutu şirənin, yəni ki, sokun 15% nar şirəsidir, nar sokudur. Neçə qutu nar şirəsi var? Biz bilirik ki, ədədin faizini tapmaq üçün faizə vurub 100'ə bölürük. 240 qutunun 15%'ni tapmalıyam. 240'ı vurub 15'ə bölürəm 100'ə. Ədədin faizini belə tapırlar uşaqlar. 240'ı 15'ə vururam, 100'ə bölürəm. Bərabərdir. 240'ı 15'ə vurmamışdan əvvəl 240 ixtisar gedir. Baxaq görək neçənə ixtisar gedir. Mən bu karandaşları əvvəldən götürmədim. Bunları götürün uşaqlar bir dəqiqə. Buradadır. Deməli 240'ın sonunda yazılan bu sıfırla üstdən xətt çəkdim. Bu sıfır ixtisar gedir. Nə alırıq? 24 vur 15 böl 10'a. 5'ə bölünəcək. Buradan da yenə ixtisar var. Deməli, bölünür 5'ə. Neçə bölünür 5'ə? 15 ilə 10. 15'in üstündən xətt çəkirəm. 5'ə bölsəm 3. 3 düşər. Bura 3 yazıram. Sonra görək. 15'in üstünə xətt çəkdim. 5'ə böldüm 3. Onun da 5'ə bölsəm 2. Bərabərdir. 24 vur 3 böl 2'yə. Qırmızı ilə yazıram bura. 20 yayını. 24, 20'ni 3'ə vursam 60, 3 vur 4'də 12. 72'ni 2'yə bölürəm. 72 böl 2 bərabərdir 36. Deməli, 240 qutu şirənin, sokun 15%, yəni 36'sı nar şirəsidir. Belə tapdıq. 25 sualın 80%'nə cavab verdi. Şagird Samir. Adı burada yazmışam. 25 sualın 80%'nə cavab verdi Samir. Samir neçə suala cavab verdi? 25'i 80'ə vurub 100'ə bölürük. 25 ədədin 25 ədədimizdir. 80%'ni tapmaq üçün 80'ə vururuq, bölürük 100'ə. Bərabərdir. Burada görürük ki 25 ilə 100 ixtisar gedir. 25'i 25'ə 1, 100'ü 25'ə 4. Bir dənə 80 olacaq. 80 bölünsün 4 bərabərdir 20. Deməli, bu birinci məsələ idi. Məsələnin içində, 6 nömrəli məsələnin içində 4 dənə ABCD bəndləri ilə ayrı-ayrılıqda məsələlər verilib. 20 suala cavab verdi. Zalda 360 yer var. Filmə 60% bilet alıb, satılıb daha doğrusu. Filmə gələnlərin sayı 360'ı doldurmayacaq. Yəni ki 100% gəlsəydilər 360 dolardı. 60% gəlib. 360'ın 65%'ni tapaq. 360 vur 60 böl 100'ə. İndi bərabərdir. Surətdə 2 sıfır var. Biri buradadır, biri burada. Belə də bilmirəm, sizə çətin olacaq. Ondan neçəyə bölək bunu?
Amma belə bilsəniz daha yaxşıdır. 2-dən 0 görürük surətdə. Burada vurmadır. Toplamı olsa bunu eləmək olmaz uşaqlar. Çıxma da olsa eləmək olmaz. Vurma olduğundan eləyirəm. 1-0 surətdə vurma olduğundan 2 dənə də 0 var. Bu 1-0, bu da 1-0. 2-0 da burada. 2-0 yuxarıda, 2-0 da aşağıda. İxtisar getdi. 36 vur 6 böl 1 qalacaq. 36 vur 6 böl 1'e. Qaralamada 36'nı 6'ya vururam. 36 3 yadda 18 o da 3 216. 216'nı da 1'e bölsəm elə 216 eləyər. Deməli 360 yerin 216'sı tamaşaçılarla doldu. Oturdular orada. Deməli filmə baxanların sayı 216'dır. Bəs 360 bilet ayrılıb axı teatra baxmaq üçün. 360 biletdə neçəsi satılmadı? 360'dan satılan biletləri çıxaq. 216'nı 4 5'dən də 1 4 3'dən 2 1 144 bilet satılmadı. 240 səhifəlik kitabın 70% oxudu Lalə. Lalə 240'ın 70%'ini oxudu. Yəni neçə səhifə oxudu? 240'ı vuraq 70'ə. Bölək 100'ə. Burada da yenə həmin rast gəldik uşaqlar. 2-0 yuxarıda. Bunu vurma olanda eləyə bilirik. Yuxarıda 2 dənə ədədimiz var. Bunların arasında vurma olanda elə bilirik ki, sıfırlarla aşağıdakı 2-0 getdi. Qaldı 24 vur 7 böl 1. 24 vur 7 böl 1'ə. Görək 240 səhifənin 70% nə qədərdir? Bax, mən burada 224'ü 7'yə vururam. 24 vur 7'yə. 28 2 yadda 16. 168 səhifə eləyəcək. Bunu Lalə oxuyub. Bəs neçə səhifə oxumayıb daha doğrusu Lalə. 240'dan 168'i çıxaq. Çıxaq 168. Görək Lalənin oxuduğu kitabın neçə səhifəsi oxunmamış qalıb. 10'dan 8 2. 13'dən 6 7. Burada 1 vermişdik, 3 qalmışdı. 72. 72 səhifə oxunulmamış qaldı. Oxunan səhifə 168, oxunmayan səhifə 72. Bunları toplasaq bizə 240 səhifə verməlidir, verəcəkdir uşaqlar. Görək qutarır mı? 6-cı. Bəli, qutarır. 7'yə baxırıq. Görün burada nə deyilir uşaqlar? Bu da həmin qaydadadır. 1600 ördək, qaz, toyuq, quş var. Ev quşu var. Bax, burada böyük hərflə yazmışam ki, ümumi qaz, ördək, toyuq sayı 1600. Bir də tezdən burada böyük hərflə 1600 iri görünsün. Bunun 45%-i toyuqdur. 1600'ün 45%'ini tapaq. Görək toyuqlar nə qədərdir? 1600 vurulsun 45 bölünsün 100'ə. 1600'dən bunun 2 sıfırı ilə bunun 2 sıfırı ixtisar gedir. Üstünə xət çəkəcəyim. Bunda 2 sıfırı getdi. 16 vur 45 böl 1'ə. Aşağıda məxrəcdə 1 qaldı. 16'nı 45'ə vururam. 16 45'ə. 33 yadda 80. 24 2 yadda bir dəfən 4 o da 2 64 0 12 720. Deməli 1600'ün 720'si nədir? Toyuq. Bərabərdir 720. Bunun qabağına yazıram. Toyuqdur. Toyuq. 1600'ün 25%'i ördəkdir. 1600
vur 25 bölünsün 100'e. Bu isə ördəklərin sayıdır. 25% diye vurdum. Yine de 2 sıfırlar belə sondan gedir. Qalır 16 vur 25. 16'nı 25'e vururam. 33 yadda 8. 5 vur 6 33 yadda. 5 o da 3 8. 2 vur 6 12 1 yadda. Bu da eləyəcək 0 0 400'ü ördəkdir. 400 eləyəcək bu uşaqlar. 400. 25% olan, bak burada 25% ördəkdir. Bunu mütərizədə yazaq, bunu da mütərizədə yazaq ki, ördəklər 400'dür. Artıq yerimiz heç qalmır burada. Bu məsələni də buraya yazmışıq. 1600'ün bəs qalanları qazdır. Bunları toplayaq. 720, bu da 400. 1600'den çıxırıq, qalanları da qaz olacaq. Bunu belə bir misalla burada yazıram uşaqlar. Buradan qırmızıyla ayırıram, qarışmasın. Bax belə. Məsələ 1600'den çıxırıq. Mütərizədə toyuqla ördəyin cəmini 720 üstə gəl 400. Bu da eləyər 720'nin üstə 400 gəlsək 720 400 0 2 4 ilə də 7 11 1120. 1600'den 1120'ni çıxıram. 1600 çıx 1120 0 8 4 480 bərabərdir 480. Bu da qazların sayını göstərir. Qazların sayını soruşurdu ki, axırda bizdə nə qədər qaz qalıb? Qaz. Bunun qabaq hissəsində siz yazarsınız. Qazlar 480'dir. Məsələ 8. Komanda, daha da futbol komandası 30 görüş keçirildi komanda. Digər komanda ilə, digər komandalarla, bir komanda ilə yox. Bir komanda digər komandalarla növbə ilə 30 görüş keçirib. 40%'in 30 görüş keçirib 30'unda da qalib gəlsəydi, utsaydı futbolda, onda 100% deyərdi ki, qalib gəlib. Yox, 100% qalib gəlməyib, 40% qalib gəlib. Yəni 40% neçə dənə görüşdə görürsən qalib gəlib? 40% neçə görüş deməkdir? 30'u vururuq 40'a. Vururam 40'a, bölürəm 100'e. Yenə də son 2 sıfırlar, vurguların sıfırları gedir. 2 sıfır da aşağıdan gəlir. 3'ü vururam 4'ə, 12 bölürəm 1'ə, elə 12 eləyər. Deməli, 30 görüşün 40%'ində 12'sində qalib gəlib. 30%'ində uduzub. Deməli, 30'u vururam 30'a, bölürəm 100'ə. 30'u vururam 30'a, bölürəm 100'ə. Bərabərdir. Bu qalib gəldi. Qalib 12 dənə. Burada yazaq qalib gəlib. Uddu və yaxud da uddu yazıram. Udub. 12 görüşdə udub. Bu 0 gedir, qalır 9. Uduzub. Bunun qabağında yazırıq. Uduzub. Yer olmadı. Uduzub. Bəs 30 görüş keçirilib. 12, bu da 9. 21. 21 görüş oldu. Deməli ki, 12 üstə 12'sində udub. Üstə gəl 9. 12 görüşdə qalib olub. Qalib gəlib. Yəni udub. 9'unda uduzub. Neçəsi keçdi? Deməli, neçəsi qaldı onda? 21 eləyəcək.
21'ini bildik ki 12'sində qalib gəlib, 9'unda uduzub. 21 oyunu bildik. Axı 30 oyun keçirilib. 30 oyun keçirilib. Bəs 30 oyundan 21'ini çıxırıq, udanlarla uduzanları çıxırıq, uduzulan oyunları. Qalır 9. 9 oyun isə heç-heçə. Heç-heçə. Futbola baxanlar, futbola gedən uşaqlar bunu bilir. Heç-heçə edib. Yəni, nə qədər qapıdan top buraxıbsa, o qədər də top vurub. Heç-heçə bax buna deyirlər uşaqlar. Bu 8 idi. İndi 9'u burada yazmışam. Səhifə 127-də 9'uncudur. 60 ağac var. Fərz elə ki, həyətdə 60 ağac var. 50% şaftalıdır, almadır. 60'ın 50%, 60 özü 100%'dir. 100% bağda 60 ağac var. Bağdaki ağacların sayı 60'dır. 50% yarı deməkdir. 100'ün yarısıdırsa, yəni bu 30 olmalıdır. Yəni 60'ı vururuq. Alma ağacların sayını tapmaq üçün 50'yə bölürük 100'ə. Burada da yenə də bu sıfırlar ixtisar gedir. Bir sıfır buradan, biri de buradan. Aşağıdaki 2 sıfırı aparır. 6'nı vururam 5'ə, bərabərdir 30. 30 dənə alma ağacı var. 60'ın əvvəldən də dedim ki, 50%-i 30'dur. Almadır. 15%-i armuddur. Burada yazdım. 60'ın 15%-i armuddur. 60 vur 15 böl 100'ə. Bərabərdir. 60'ı 15'ə vurub 100'ə böləcəm. 900 eləyər məncə. 60'ı 15'ə vursam 3 900. 900'ü 100'ə bölürəm. 100'ə bölürəm. Bu da bərabərdir 90 eləyər. Çox oldu ki. 9 olacaq. 900 yox, bunlar ixtisar gedir. 90 yox, 9. 30 dənə alma ağacı var. 9 dənə də armud. Armuddur. Qalanlar şaftalıdır. Məsələdə deyilir ki, qalanı şaftalıdır. Neçə şaftalı var? Deməli, almanla armudu toplayırıq. Eləyir 39. 60'dan ümumi bağda olan ağacların sayı 60'dır. 60'dan 39'u çıxıram. 60 çıxılsın. 39'u hardan aldımsa onu bildiniz. Şaftalların sayını tapırıq. 1, 5'dən də 3, 2. 21 dənə də şaftalı. Bunu da qabağında yazaq. Şaftalı ağacıdır. Şaftalı. Bu sizin məsələlərin cavabları var arxada uşaqlar. Əgər şübhəniz olarsa baxa bilərsiniz. Bu 9-cu məsələ idi. Yenə də bu arada saxlayıram. Həm də köçürəsiz, həm də uşaqlar bəyənəsiz, paylaşasız, abunə olasınız. Bu dəfə biraz gecikdirdim videoları. Hətta neçə uşaq yazıb videonu çəkməyimi istəyib. Ki, bağışlayın ki, mən videolarım belə gecikir. Üzürlü səbəbdən sayın. Qaldı 10-cu. Anarın kitabı 80 səhifəlikdir. Anarın oxuduğu kitab bədii kitabdır. 80 səhifəsi var. Lalənin kitabı qalındır. 140 səhifəsi var. Elxanın kitabı 72 səhifədir. Anar, axırdan başlayaq. Elxanın kitabı 72 səhifədir, 50%-ni oxuyub. Yəni yarısını oxuyub. 100%-in yarısı da 50. 72'nin yarısı 36. 36 səhifə oxuyub. Görəsən bunlar neçə səhifə oxuyub? Bunları da tapaq. Sualımız da budur ki, kim daha çox səhifə oxudu? Birinci başlayaq Anardan. 80'i vuraq 45'ə bölək 100'ə.
Görək neçə səhifə oxuyub. 80 səhifəlik kitabı var. Vururam 45%-ni oxuyub, bölürəm 100-ə. Bu anar yazım qabağında. Bu anara aiddir. Anar. Bərabərdir. 80 ilə 100 ixtisar gedir 20-yə. 20-yə gedəndə bu olacaq 4. Bu olacaq 5. 4'ü vururam 45'ə. Göynə yazaq. 4'ü vururam 45'ə, bölürəm 5'ə. 4 vur 45, böl 5'ə. Burada da ixtisar gedir. 45 ilə 5 ixtisar gedir. 5'i 5'ə 1, 45'i 5'ə 9. Məxrəcdə 1 qaldı. 4'ü 9'a 36 eləyər. 36'nı da 1'ə elə qoy yazaq. 4 vur 9, böl 1. Bu da eləyər 36. Anar oxuyub 36 səhifə. Laləyə baxaq indi. Lalə. Adını da yazaq. Lalə xanımın. Lalə adlı uşaqlar daima yaxşı oxuyur. Çalışır. Kitaba da bax o uşağına. Anarın, Lalənin, Elxanın adlı uşaqlar daha yaxşı oxuyur. Çalışın siz də yaxşı oxuyun uşaqlar dərsinizdən. Lalə 140 səhifənin 30%-idir, bəli. 140 vurulsun 30. Mən kobud iri yazıram ki, videoda seçilsin, görünsün. Bölünsün 100'ə. Yenə burada sonlardakı sıfırlarla burada vurma var deyə üstəgəl çıx, böl olsa eləyə bilmərəm. Bunda ikisini aparır. Qalır 14 vur 3 böl 1'ə. 14 vur 3 bölünsün 1'ə. Bərabərdir. 3'ü 10'a vursam 30, 3'ü 4'ə vursam 12. 42 eləyəcək. 42 böl 1. 42. 42 səhifə oxuyub Lalə. Buradan görünür ki, Anar 36 səhifə oxuyub. Bir gündə oxunub uşaqlar bu, bir gün ərzində. Və yaxud da bir neçə gün, bir həftə. Yox, məsələdə bir həftə idi uşaqlar, bir gün yox. Bir həftədə 36 səhifə Anar oxuyub. Lalə 42 səhifə oxuyub. Baxaq görək Elxan neçə səhifə oxuyub. Elxan, mən dedim ki 50% oxuyub. Neçənin 50%-ni oxuyub? 72 səhifənin 50%-ni oxuyub. Əvvəldən deyirəm ki 72'nin 50%-i, yəni 72'nin yarısı deməkdir. 36 səhifə olacaq. 72 vur 50 böl 100'ə. Burada 72 ilə 50 ilə 100 ixtisar gedir. 50'ni 50'yə 1, 100'ü 50'yə 2. Bərabərdir. 72 vur 1 böl 2. 1 bölünsün 2'yə. Bu da 36. Bəli, əvvəldən demişdik ki 36 səhifədir. Hansı çox oxuyub uşaqlar? Bunlar ikisi də eyni oxuyub. Deməli, Anarla Elxan ikisi də 36 səhifə oxuyub. Lalə isə 42 səhifə oxuyub. Sual da elədi ki, kim daha çox səhifə oxudu bir həftə ərzində? Lalə. Cavabımız olacaq ki, çox oxuyan. Cavab, istəsəniz müəllim cavab sözü də tələb eləyər yəqin ki. Cavab, Lalə çox oxudu. Bir həftədə oxuyublar. Lalə çox oxudu. Soruşsaydı ki, neçə səhifə çox oxudu? Onu soruşmur. Neçə səhifə çox oxuyub o birislərdən 42'dən 36'nı çıxıb onu da tapmaq olardı. Bu qədər uşaqlar. Bu səhifə 127'də olan 5 məsələ idi. Mən bundan sizdə kömək elədim. Siz də bu videoların görünməsində, bəyənilməsində mənə kömək eləyin. Bəyənin, paylaşın, abunə olun ki, videolarımız baxış sayı çox olsun uşaqlar. Baxanlar, bəyənənlərin sayı çox olsun.